Salam dostlar, kanala xoş gəlmisiniz. Bu videoda Bitcoin'in həftəlik qrafikinə baxacağıq və bazarda hazırda baş verən prosesləri real qərəzsiz şəkildə analiz edəcəyik. Videonun sonuna qədər baxın, çünki burada həm potensial düşüş zonaları, həm də gələcək yüksəliş üçün əsas qurulan strukturu izah edəcəm. Videoya sona qədər baxmadan, analizə diqqət yetirmədən swing long əməliyyatları almayın və hələ spot tərəfə vapşe bu aralar qətiyyən baş qoşmayın. Videodan başlamamışdan əvvəl deyim ki, bildiyiniz qədərilə biz artıq Bitgetlə əməkdaşlıq edirik və treytlərimizi Bitget birjasında edirik. Bitgetin təklif elədiyi üstünlüklərdən biri də ondan ibarətdir ki, burada həm siz Forex tərəfdən, həm də cütlüklər və hissə sənədləri tərəfindən, həm də kriptovalutalar tərəfindən ticarət edə bilərsiniz. İstər spot, istər futures olaraq. Və onu da deyim ki, bizim icmaya özəl, yəni Bitlor komandasına özəl kanalımızın izləyicilərinə xüsusi bir təklif irəli sürülür. Beləliklə siz YouTube kanalının açıqlama qismindən linkə daxil ola bilərsiniz. Bu videonun da açıqlama qisminə link əlavə edəcəm. O linklə Bitgetə qeydiyyat olub balansınızı $100 üstü artırsaz və xırda bir ticarət etsəz, spot və yaxud da ki futures fərqi yoxdur. Siz $30 qədər bonus əldə edə bilərsiniz. Bu videoda danışanların heç biri investisiya tövsiyəsi deyil, sadəcə olaraq təhsil və maarifləndirmə məqsədidir. Demək belə, Bitcoin analizimizə qayıdaq. Bitcoin 2023-cü ilin əvvəlindən bəri yüksələn kanalın içərisində hərəkət edirdi. Amma hazırda bu kanaldan aşağıya doğru çıxış gördük. Daha da önəmlisi odur ki, qiymət qırılmadan sonra kanalı yuxarıda retest edib, yəni bu kanalı yuxarı təzədən retest edib və yenidən struktur zəifləyərək düşməyə davam edib. Burada önəmli zonalarımız nədir və nədən ibarətdir? Gələcəkdə bizi nələr gözləyə bilər? Onu izah edin. Burada gördüyünüz support tərəfində həftəlik analizdə qırılarsa əgər bura, bu 64.000-i yoxlamağa və buradakı SR bölgəmizi, yəni support and resistance bölgəmizi yoxlamaq istəyəcək. Amma böyük yüksəlişlərin buradan gələcəyini gözləmirəm. Buradan alınacaq impulslar çox önəmli olacaq. Əgər burada özünə dönüş üçün tutunacaq bir dəstək tapmasa, alışlar güclü gəlməsə, likvidliyin tam süpürülməsini gözləyirəm və bu da hardasa 45-55 min aralığı olacaq ki, likvidlik tam süpürülərək buradan yenidən yüksələn dəstək alaraq və yeni ATH-ımıza, yəni yeni zirvəyə doğru getsin. Burada çox vacib bir məqam var. Bazar bir günün içində dönmür. Yəni bir şamla bull market başladı kimi nağıllara inanmaq lazım deyil. Real bazar belə işləyir. Əvvəl konsolidasiya olur, sonra böyük oyunçular mövqelərini yığır və yalnız ondan sonra mərhələli şəkildə yeni trend formalaşır. Yekun olaraq onu bildirmək istəyirəm ki, ona görə də emosional qərarlar yox, struktur oxumaq lazımdır. Mən şəxsən bu zonaları uzun müddətli perspektiv üçün izləyirəm və təsdiq olmadan kör-körənə bazara girmək istəmirəm və bu riski də eləməyəcəm, xüsusən də spot tərəfdə. Əgər bu tipli real bazar analizlərini bəyənirsinizsə, videonu like edin, kanala abunə olun və bildirişləri də açın ki, vaxtında xəbərdar olasınız. Fikirlərinizi yazın, mütləqdir. Əlbəttə ki, imkan daxilində cavablayacağıq. 67K-dan yuxarı dönüş, yoxsa 55K-dan 55K-ya qədər düşüşmü gözləyirsiniz? Hansını fikirləriniz də önəmlidir. Əlbəttə ki, aranızda professional treyderlər də ola bilər, izləyə bilər. Fikirləriniz mənim üçün önəmlidir. Zəhmət olmasa kommentlərdə bildirərsiniz. İzlədiyiniz üçün minnətdaram. Gələn videolarda görüşərik.